edirik. Həmişə kimi həyəcanlıyıq. Qonağımız çox maraqlı insandır, çox maraqlı şəxsiyyətdir. Çox gözəl araşdırmaçı alimdir. Aynur xanım Paşayevadır. Və biz danışacağıq Azərbaycan dilində. Azərbaycan dili deyəndə, Azərbaycan dilinin saflığı deyəndə yadıma bilirsiniz nə düşür? Bir lətifə düşür. Günlərin bir günü gedirlər kəndə, lap ucqar, Azərbaycanın ən ucqar kəndinə və orada hamını çağırırlar ki, görsünlər bunlarda başqa dillər, məsələn ki, rus dilindən istifadə edirlərmi və yaxud da ki, onlar da elə təmiz Azərbaycan dilində danışırlarmı? Bir ağsaqqal kişini çağırırlar. Deyirlər ki, baba, sizin kənddə rus dili bilən var, rusca danışan var, rus sözlərini deyən var. O da qayıdır deyir ki, bizim kənddə vapşe rus dilini bilən yoxdur. İnsan həyatı bir kitabdır. Kitab bizim həyatımızın ən öndə gələn, vurğulanan bir yerində yer alır. Çünki bir millətin tarixidir, keçmişidir, dünəni, gələcəyi dilə bağlıdır. O vaxt Lermontovun bir fikri var ki, fransız dili nə qədər Avropada əhəmiyyət daşıyırsa, Şərq Qafqaziyada da Azərbaycan dilinin əhəmiyyətindən vurğuluydu. Çünki biz ancaq və ancaq fikrimizi ifadə etdiyimiz qədər dil vahidini bilirik. Salam, qonağımız Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi Pedaqoji Tədqiqatlar Mərkəzinin direktoru, filologiya elmləri doktoru və dosent Aynur Paşayevadır. Aynur xanım həm də yüreklidir, bizim müəllimimizdir. Salam Aynur müəllimə, xoş gəlmisiniz. Mən çox təşəkkür edirəm ki, siz bizə bu qədər hədiyyələrlə gəlmisiniz. Sizi həm də təbrik edirik ki, yeni kitabınız artıq işıq üzü görübdür. Çox maraqlı mövzudur, aktualdır. Və bir gün əlbəttə ki, Azərbaycan dili deyəndə həmişə aktualdır da Azərbaycan dili. Və fikirləşirəm ki, müəllifdən yaxşı heç kim onun kitabını təqdim edə bilməz. Bizə kitabımız haqqında danışardınız. Çox xoş olardı. Salam, hörmətli Arzu xanım, dəyərli kitabım podkastının təşkilatçıları. Mənim üçün də çox xoş oldu ki, bura gəlmək, sizlərlə bərabər bir fikir bölüşmək. Həqiqətən də kitab, elə insan həyatı bir kitabdır. Kitab bizim həyatımızın ən öndə gələn, vurğulanan bir yerində yer alır ki, çünki biz hər şeyi kitabdan öyrənirik. Bəzən insanı da kitaba bənzədərək, insanı da öyrənməkdən ötəri onun bir xasiyyətini vərəqləmək lazımdır. Əslində, kitab haqqında məlumat vermək deyəndə mənə xoşdur ki, mən sizin kitabxanaya bu kitabları hədiyyə eləmək. Çünki Azərbaycan dilinin tarixi haqqında, Azərbaycan dilinin keçmişdə baş verən inkişaf mərhələləri haqqında, yəni bu kitablarda xüsusi olaraq təhlillər, elmi nəzəri təhlillər aparılmışdır. Lüğət olaraq, yəni ki, söz, leksik ehtiyatımız burada toplanmışdır və buna düşündüm ki, sizə hədiyyə etməklə eyni zamanda geniş auditoriyaya, tələbə auditoriyasına çıxış üçün imkan qazana bilərik. Yəni tələbələrimiz, gəncliyimiz Azərbaycan dilinin zənginliyi, Azərbaycan dilinin tarixi, keçdiyi inkişaf mərhələləri haqqında gözəl, geniş məlumat əldə edə bilərlər. Mən bu vacib məsələlərdən biridir. Ona görə də bu kitabı sizə hədiyyə edirəm. Bax, bildiyim qədər bu əsər, bu kitab sizin elmi fəaliyyətinizdə ən belə geniş təhlilli, elmi araşdırmalı, fundamental kitablardan biridir. Və düşünürəm ki, bizim üçün də çox maraqlı olar ki, yəni bu sizin özünüzün o elmi fəaliyyətinizdə, həyatınızda nə yer tutub, bu kitabın sizin həyatınızda tutduğu yer və həmçində ki, bu mövzuya necə oldu ki, müraciət etdiniz? Əslində 15-ci əsr Azərbaycan ədəbi dilini tədqiq etmək, bir əsr boyu 100 il ərzində Azərbaycan dilinin tarixinə işıq saçmaq, həmin o narahat dönəmdə olan ədiblərin, yazıçıların, şairlərin əsərlərini sanki yenidən ruh vermək, canlandırmaq və bunun mənzərəsində də dilimizi görmək, dilimizi təhlil etmək mənim üçün həm məsuliyyətli idi, eyni zamanda da çətin idi. Nəyə görə çətin idi? 12 il üzərində bu kitabın üzərində işləmişik və 12 il üzərində biz əlyazmalar üzərindən getdik. Çünki 15-ci əsr ədəbi dilinə nəzər salsaq, indiyə qədər heç kəs buna müraciət etməmişdi, işləməmişdi. Yəni səbəb də həm siyasi gedişatda baş verə bilərdi, həm mənbələrin əldə edilməməsi baxımından da çətinlik törədərdi. Çünki biz Azərbaycan ədəbi dilinin inkişaf tarixinə nəzər salsaq, görərik ki, milliyə qədərki dövrdə, yəni 18-ci əsrə qədər Azərbaycan ədiblərinin əsərləri bizə çox az gəlib çatmışdı. Hətta 15-ci əsrdən danışanda hər kəs bir dənə kişvəri deməklə məhz o dövrü canlandırırdı. O dövr haqqında qısa da olsa bir xülasə yarada bilirdi. Və bu baxımdan da
Allah rəhmət eləsin, mənim elmi məsləhətçim akademik Tofiq Hacıyev, yəni ki, bu mövzunu mənə verəndə qeyd elədi ki, sən dilimizin tarixini hətta bir neçə əsr önə aparıb 15-ci əsri təbliğ etməklə dilimizin nə qədər qədim olduğunu, nə qədər ümumxalq dilinə əsaslandığını göstərə bilərsiniz. Bir qeyd edim ki, ümumiyyətlə Azərbaycan ədəbi dilinin tarixi dövrlərinin araşdırma alimlərə nəzər salsaq, demək olar ki, hamısı mənim müəllimlərimdir. Dünyadan köçənlərə rəhmət diləyirəm. Qalanlara fəaliyyət arzulayıram, uğurlar arzulayıram. Nizami Cəfərov müəllimim, hörmətli müəllim akademik Nizami Cəfərov 18-ci əsr ədəbi dilinə işləmişdir və biz tələbə olarkən Bakı Dövlət Universitetində Filologiya fakültəsində oxuyarkən hər zaman o kitablardan biz dərs keçmişdik, öyrənmişdik. Akademik Tofiq Hacıyev 20-ci əsrin əvvəllərini işləmişdir. Yenə də 20-ci əsrin əvvəllərində məhz Tofiq Hacıyevin elmi nəzəri təhlili əsasında gedirdi. 16-cı əsri Samət Əlizadə işləmişdir. Samət müəllim 16-cı əsri Füzuli zirvəsi ilə getmişdi və dövrü çox gözəl də təhlilin vermişdir. 17-ci əsri mənim müəlliməm yenə də Qızılgül xanım Abdullayeva bu yaxınlarda, son dövrlərdə müdafiə elədi və yəni ki, baxdı, çox gözəl 17-ci əsrin dönəmini açdı. Mənim də qismətimə 15-ci əsr düşdü və mən həm qürurluyam, həm də ki, açığın deyim ki, məsuliyyətliyəm. Çünki əsr üzrə dövlətin dil siyasətini çıxartmaq, dil normativliyini ortaya qoymaq olduqca çətindir. Çünki bugünkü ədəbi dilimizdə bunu demək daha asandır. Amma biz tarixi dönəmə getdikcə baxırıq ki, normativlik nə dərəcədə yerinə yetirilirdi. Məsələn, 15-ci əsrin ədəbi dilini araşdırarkən mən Azadə Musayevanın da adını çəkmək istəyərdim ki, Azadə Musayeva, yəni ki, 15-ci əsr ədiblərindən Gülşəninin, Rövşəninin, Xəlilinin əlyazmalarını Azərbaycana gətirərək onu transformasiya etməklə elə ki, işıqlandırdı. Sanki bizim əlimizdə olan mənbələr başladı artmağa. Mən 11 mənbə üzərindən 15-ci əsr Azərbaycan ədəbi dilini araşdırma apardım və bu mənbələrin zənginliyi bizə nə verir? Çünki bir mənbə ilə digər mənbəni biz müqayisə edəndə artıq dil normativliyini ortaya qoyuruq. Çünki həmin dönəmə nəzər salsaq, baxacaq ki, orfoqrafik norma yoxdur. Çünki bunun da səbəbi ondan ibarət idi ki, bilirsiniz ki, həmin dövrlərdə biz əski əlifba deyərək ərəb əlifbasından istifadə edirdik. Ərəb əlifbasının quruluşu Azərbaycan dilinin səs sistemini özündə əks etdirə bilmirdi. Çünki onların yazı quruluşu da qrafemləri ilə Azərbaycan türk dilinin yazıda, səslənməsində fərqlilik yaradırdı. Hətta bir xatırlatma edim ki, bizim türklərin, Azərbaycan türklərinin o zaman ortaq türkçədən söhbət gedirdi, sağır nun hərfini yaratdılar. Çünki sağır, məsəl üçün, kafla nunun birləşməsindən yaranan bir hərf idi ki, bugün qərb dialektlərində var, ma deyirsən, sa, sənə əvəzinə. Sanki elə ki, burunda nıqı səsinin birləşməsi idi. Bu da türklərin özünə məxsusluğu idi. Hətta çox maraqlıdır ki, o dönəmlərdə artıq o xəttatlar, katiblər deyim, yazarlar deyim ki, məsəl üçün, mənsubiyyət şəkilçisi olan sözlərdə, öz qədim sözlərimizdə n səsi olanda sağır nunla yazırdılar. Onunla biz bilirdik ki, bu türk mənşəli sözdür. Bu türk mənşəli sözlərin axırına artırılan bir şəkilçi kimi formalaşırdı. Yəni, dövrün əslində əhəmiyyətli tərəfi, aktual tərəfi nə idi? 15-ci əsr Azərbaycan ədəbi dilinə nəzər salanda çox qaranlıq məqamlar var idi. Hətta biz onu işıqlandırmağa çalışdıq. Bunun da səbəbi siyasi gedişatlar idi ki, çünki Azərbaycan dili daim başqa dillərin təsiri altına düşmüşdü. Bu da müstəmləkə səbəblərindən. Eyni zamanda biz baxırıq ki, tutaqlım ki, ərəblərin Azərbaycana gəlişi 9-cu, 10-cu əsrlərdə olan bir hərəkatlardan sonra artıq ərəb dilinin yəni hakimiyyətə gəlməsi və eyni zamanda 10-cu, 11-ci əsrlərdə bütün yazılan əsərlərin ərəb dilində olması, Qətran Təbrizi idi, Xətib Təbrizi idi, ərəb dilində artıq onlar əsərlər yazırdılar və nəhayət 12-ci əsrə keçid dönəmində baxırıq ki, ərəb dilinin nüfuzu zəifləyir, fars dili önə çıxanda Nizami Gəncəvi idi, Xəqani Şirvani idi, Məsəti Gəncəvi idi, başladılar fars dilində yazmağa. Nəhayət 13-cü əsrə nəzər salanda Həsənoğlunun bir qəzəli meydana çıxdı, apardı könlümü, xoş Qəmər Üzcən, Fəza Dilbər, nə dilbər, dilbəri şahid, nə şahid, şahidi sərvər. Məhz bu beytin üzərində bütün Azərbaycan ədəbi dilini təmsil edən qrammatika kitablarında, hətta klassik ədəbiyyatımızda ana dilli şeir nümunəsi kimi biz ona sığındıq, ona tutunduq ki, artıq Həsənoğlu 13-cü əsrdən bizə bu qəzəl gəlib çatmışdı. Sonraki dönəmlərə baxanda artıq 14-cü əsr gəlir və bir haşiyədə deyim ki, mənim ilk kitabım Qazi Bürhanəddinin Dilinin leksikasıdır. Yəni o kitab burada olmasa da 2007-2008-ci illərdə biz onu nəşr elətdirmişdik. Çünki Qazi Bürhanəddin ilk dəfə ana dilli divan bağladı. Tuyuq janrını
Azərbaycan ədəbiyyatına gətirdi. Çünki bilirsiniz ki, Ömər Xəyyam məktəbinin davamçıları vardı. Ömər Xəyyam rübai janrını yazırdı. Məsəti Gəncəvi də ona uyğun olaraq artıq rübai janrının Azərbaycanda təmsilçisinə çevrilmişdi. Və nəhayətində Qazi Bürhanəddin Tuyuq janrına gətirməklə, hətta adını da türkləşdirməklə dörtlüklər yaratdılar. Sonradan 14-cü əsrdə Nəsimi başlayır. Nəsimi əslində 15-ci əsrdə düşür. Sual verə bilərsiniz ki, nədən Nəsimidən 15-ci əsrdə danışmamısınız? Çünki mən bir məsələni deyim, Nəsimin dili o qədər tədqiq olunmuşdur ki, yəni ki, Nəsimidir, Füzulidir, bizim korifeylərimiz çox təbliğ olunduğuna görə və onun həyatının o 1369-1417-ci ildə 17 ili düşmüşdü, məsələn 15-ci əsrə. Amma mən onunla da yanaşı, məsələn, həmin dönəmdə Gülşəninin, Dədə Ömər Rövşəninin, Xəlilinin dilinə xüsusilə müraciət etdim ki, bu şairlərin, klassiklərin dilləri araşdırılmamışdı. Hətta burada bir cəhət də var idi ki, bunlarda dini, fəlsəfi üslub önə keçdi. Çünki nəyə görə? Həmin dönəmdə Azərbaycanda təriqətçilik daha önə keçirdi. Rövşənilik təriqəti həmin vaxtda yarandı. Onun nəzdində Gülşənilik təriqəti yarandı. Bunun da səbəbi nə idi? Onu da qeyd edeyim ki, məsəl üçün o təriqətə doğru getdikcə əsərlərin dili çətinləşir, elmi üsluba doğru gedirdi. Biri var xəlqi dildə yazan, məsəl üçün hər zaman deyir ki, xəlqi dilə, ana dilinə olanda nağıllaşma prosesi gedəndə biz özümüzə qayıdırıq. Çünki artıq hər şeyi rəvayətə çeviririk, nağıllaşdırırıq, öz fikrimizlə, öz sözlərimizlə çatır. Amma bir şeyi elmi cəhətdən əsaslandırırıqsa, onun bir açarını veririksə, təsəvvüfdən danışırıqsa, təriqətdən danışırıq, kamil insan mərhələsindən danışırıqsa, artıq biz elmi üsluba gedəcəyik. Ona görə də Gülşəninin dili demək olar ki, ən çox elmi üsluba, məsəl üçün, terminoloji leksikaya daha yaxın idi. Bunların içərisində mənim seçdiyim istiqamət 3 dənə idi. 3 istiqamətin əsasında nə dayanırdı? Canlı xalq dilinə yaxınlıq. Baxın, canlı xalq dilinə yaxınlıq Hidayətin əsərləri, Əfzəldin Hidayətin əsərlərində ortaya çıxdı. Digər məqamda dediyimiz kimi təsəvvüf və 3-cü istiqamət nə idi? Herat məktəbinin təsiri. Əlişir Nəvai təsiri və Əlişir Nəvai təsirində bütün Süruri idi, Həbibi idi, Kişvəri idi, Hamidi idi. Əksəriyyəti sanki o məktəbin təsiri altında olaraq, yəni ki, başlayırlar yaradıcılıqlarını qurmağa və Kişvərinin də çox maraqlı bir beyti var idi. Kişvəri ümumiyyətlə, mən deyərdim ki, biz dil aspektindən araşdırma aparanda çox savadlı xəttat olubdur. Məsələn, elə şairlər, klassiklər var ki, şeirləri gözəl olub, ola bilər yazılı üslubunu bilməyiblər, orfoqrafiyanı bilməyiblər. Amma Kişvəridə isə özü o qədər savadlı xəttat olduğuna görə, hətta sin hərfinin üzərində 3 nöqtəni, məsələn, biz bilirik sinin üzərində 3 nöqtə qoyanda şin hərfidir. Sin hərfinin altında 3 nöqtə qoymaq Kişvəridən gələn bir ənənə idi ki, bəzi abidələrimizdə biz bunu gördük və hətta deyirdik ki, bu dəsxətinə bəlkə Kişvəri üzüm köçürdübdür bu əsərlərin. Və Kişvərinin bir yanaşması var idi, onun hər zaman məşhur bir beyti də var ki, Kişvəri şeiri Nəvai şeirindən əskik iməz, bəxtinə düşsəydi Sultan Hüseyn Bayqara. Çox qəribə bir yanaşma vardı. Kişvəri düşünürdü ki, Əlişir Nəvaini daha ucaldan, daha insanlar arasında sevdirən sarayda Hüseyn Bayqara hamiliyində yaşaması idi. Kişvəri də bunu çox arzulayırdı. Amma çox o saraya da getsə, hardasa geri dönüşləri baş verir və bu da şairlərin həyatında çox qəribə bir, deyərdim ki, vəziyyətlər ortaya qoyurdu. Məsələn, onların bir xəyal qırıqlığına türklər deməli, bir özlərinə qapanmalar, həyatdan gileylənmələr, dövrdən, zəmanədən şikayətlər baş verirdi. Amma bunlar ədəbi cəhətdən daha çox açılsa yaxşıdır. Mən dilçilik aspektindən yanaşdığına görə mənə ən çox düşündürən üslubi məqamlardan daha çox dil faktları idi. Yəni onlar dilə nə gətirmişdi? Bu təsirlər bizim dilimizə nə verdi? Məsələn, Kişvəri dilimizə ən çox cığatay ünsürlərini gətirdi. Yəni biz bilirik ki, tutalım ki, Azərbaycan dilinin qaydalarına əsasən hər hansı bir, tutalım ki, samitlə başlanan nə zaman şəkilçi artıra bilərik, saitlə bitsə, sözün kökü saitlə bitsə, biz samit. Amma cığatay ünsürlərinə əsasən samitlə bitənə də samitlə bitən şəkilçi kitabın deyirdilər, kitabın deyilmirdi. Yəni bu təsirlər də biz görürük ki, demək olar ki, həmin dönəm 15-ci əsrdə olan yazarların, klassiklərin əsərində məhz bu ünsürlərə rast gəlirdi. Amma eyni zamanda xalq dilindən qaynaqlanırdı, xalq dilinin gözəlliklərini, atalar sözləridir, o frazoloji ifadələrdir, təsvir vasitələrdir, çox gözəl şəkildə də istifadə edirdilər. Mən sizə dərin təşəkkürümü bildirirəm, Aynur müəllimə, bu qədər bizə geniş məlumat verdiniz də. Elə bil ki, bir daha elə bil mənim özümü şəxsən o tələbəlik illərinə,
o zaman öyrəndiyim dərslərə belə geri dönüş elədim. Çox sağ olun. Demək, bax, siz özünüzdə belə vurğuladığınız kimi 15-ci əsr elə bil ki, bədii ədəbiyyat, həm bədii ədəbiyyatda, həmçində ki, dil tariximizdə ən az öyrənilmişdi. Elə bil ki, qaranlıq bir mühit kimi də belə qeyd elədiniz özünüzdə. Sizcə bu dövrün kölgədə qalmaqda səbəbi nə idi? Bir də ki, məsələn, o boşluqlar var idi ha, yəni ki, o alimlərimiz tərəfindən işlənməmiş, o boşluqları doldurmaq üçün, o boşluqlardakı araşdırmalarda hansı faktları siz üzə çıxartdınız? Hər bir dövrü açmaq üçün, araşdırmaq üçün biz mənbəyə müraciət edirik. Əgər bugünkü günümüzdən 21-ci əsrdən 15-ci əsrə nəzər salsaq, nə onu yaşadan xalq var, nə onu bizə çatdıran bir texniki vasitələr var ki, məsələn, səs yazıları, videolar, belə bir şeylər, anlayışlar yox idi. Biz dövrü araşdırmaq üçün mütləq bizə mənbə lazım idi. Yəni, yazılı mənbədən söhbət gedir. Əgər o yazılı mənbələr bizə istənilən faktı verirsə, biz artıq müqayisələri rahat şəkildə apara bilirdik. Yəni, 15-ci əsr Azərbaycan ədəbi dilinin qaranlıqda qalmasının, kölgədə qalmasının bir səbəbi bu idi ki, həmin dönəmlərdə biz, məsəl üçün, ancaq və Azərbaycanda olan əlyazmalardan və, məsəl üçün, Leninqradda olan əlyazmalardan, çünki biz Sovet respublikalarından biri idi və bizim Türkiyəyə, qardaş Türkiyəyə, başqa ölkələrə girişlərimiz qadağan idi, bilirdiniz ki, orada da əvvəldən gələn bir ənənə var idi ki, türkçülük meyllərinin qarşısının alınması ilə bağlı və s. Yəni, bizim ola bilər ki, əlyazmaların hətta bir məsələsində deyim ki, rəhmətli Bəkir Çobanzadə 37-ci il qurbanlarının adını qeyd edim ki, Bəkir Çobanzadə özü Krım, yəni ki, Tatar olmuşdu, gəlib burada bütün varidatını verib Azərbaycan əlyazmalarını yığmışdır. Və o əlyazmaları yığaraq Azərbaycan dilini, tarixini, mədəniyyətinin qədimliyini göstərmək istəyirdi. Amma nəticədə necə oldu? 37-ci il repressiyası zamanı onun bütün əlyazmaları götürüldü, daşındı. Hətta çox təəssüf edirik ki, onun taleyi ilə biz bilmədik ki, orada nə qədər bizim tariximiz getdi, mədəniyyətimiz, abidələrimiz getdi və onun haqqında da bir məlumatı mən oxumuşdum. Qeyd olundu ki, onu aparıb o vaxtı müəyyən zirzəmilərə, idarələrin zirzəmilərinə yığıb, o əlyazmalar bilirsiniz, xüsusi materialdan hazırlanmış, yəni ki, bir əlyazma idi və onu necə məişətdə istifadə etmişdilər. Və eyni zamanda bizim axı kitabxanamız da yandırır. Səfəvilər dönəmində yaradılan kitabxana sonradan ruslar tərəfindən yandırılmışdı. Yəni, bunların olmaması bizim əlçatanlığımızı azaldırdı. Yəni, alimlərindən söhbət gedir. Və artıq bizim 92-ci ildən sonra baş verən bu proseslər, Azərbaycanın müstəqillik qazanması, Azərbaycanın bugün bütün kitabxanalara rahat şəkildə giriş etməsi bizim gedib o əlyazmalar üzərində işləməyimizə gətirib çıxardıdır. Və bir məsələni də deyim ki, bugün bizim əlyazmalar fondumuz Heydər Əliyev fondunun dəstəyi ilə artıq Vatikanda olan nüsxələrin gətirilməsi, zənginləşməsi və onların içərisində də 15-ci əsrə aid olan mənbələrin olması bir daha bizə onlara müraciət edirdik və çox maraqlı bir məsələ var idi ki, mən onu da qeyd edim ki, həmin dönəmə nəzər salsaq tariximizə Qaraqoyunlu Ağqoyunlu dönəmidir. Yəni, Qaraqoyunlu Ağqoyunlu dönəmində sadəcə ölkə daxili feodal çəkişmələri baş verir. Amma heç bir xarici yəni ki, biz istilalara məruz qalmamışıq, istismar olunmamışıq. Məsələn, 12-ci əsrdə olubdur, 13-də, 14-də olub. Amma biz baxırıq ki, 15-ci əsrdə kənardan bizə heç bir istila gəlməyib. Xalq sanki elə bil ki, bir azadlığı uğrunda dilini ortaya qoyub, bir ətalət buzu sındırılıb, artıq bizim xəlqi dilimiz ortaya çıxmışdı. Belə bir dönəm idi. Və bir məsələni də deyim ki, Qazi Bürhanətlidən gələn bir ənənə var idi ki, ölkə başçıları, sultanlar, şahlar harda ki Azərbaycan türkçəsində əsərlər yazırdılarsa, artıq dilin hüdudu genişlənirdi. Bunu akademik Tofiq Hacıyev deyir ki, onlar özləri zövq alaraq bunu yazmırdılar və yaxud dil daşıyıcısı olduqlarına görə bunu yazmırdı. Bunun bir siyasi gedişatı da var idi. Nəyə görə? Həmin dönəmdə Azərbaycan türkçəsində yazan klassiklər himayə olunurdular. Artıq dövlətin, sarayın rəsmi dili və yaxud da şahı, padşahı, hakimiyyətdə duran şəxsi Azərbaycan türkçəsində yazırsa, şairlər çox rahat şəkildə Azərbaycan türkçəsində yazılırdı və bunun ənənəsini biz Səfəvilər dönəmində də gördük ki, Şah İsmayıl Xətai Azərbaycan türkçəsində yazıldığına görə artıq ərəb, fars dilində yazanlar saraydan uzaqlaşdı. Qurbaninin başçılığı altında Azərbaycanlı şairlər yığdı. Bu da cəmiyyətdə xüsusi təsir edirdi. Yəni, bu dildən istifadəyə, kommunikasiyanın düzgün qurulmağına gətirib çıxardırdı.
15-ci əsrdə də bu ənənənin davamını biz gördük Cahanşah Həqiqidə, Qaraqoyunlu başçısında və yaxud məsəl üçün Sultan Yaqubda gördük, Ağqoyunlu hakimində. Yəni bunlar başlayır Azərbaycan dilində yazdığına görə kütləvi şəkildə Azərbaycanca yazıldıqca artıq dil nümunələri ortaya çıxırdı və bu dil nümunələrini də təbii ki biz kitabxanalardan, əlyazmalardan əldə edərək boşluqları, qaranlıqları işıqlandırmağa çalışdıq. Nur xanım, kitabınızda toxunduğunuz maraqlı bir məqam var idi ki, hansı ki tarixi mübarizələrdə xalqın ən kəsərli silahı dildir. Sizcə bu belədirmi? Bəli, əslində bu doğru vurğuladınız, bu belədir. Çünki bir millətin tarixidir, keçmişidir, dünəni, gələcəyi dilə bağlıdır. Dil millətin milli kimliyidir. Dil millətin varlığıdır. Bir millətin, bir xalqın mədəniyyətindən, tarixindən, keçmişindən, etnoqrafiyasından danışırıqsa mütləq onun dilinə nəzər yetirmək lazımdır. Çünki hər bir həyatımızda baş verən proseslər dilə yansıyır, dildə öz əksini tapır. Yəni bu baxımdan da Azərbaycan dilinin tarixi inkişaf nöqteyi nəzərdən baxsaq, hər birimiz qürurla deməliyik ki, bizim şanlı tarixə malik olan dilimiz var. Çünki dilimizdə əgər bu qədər əsərlər yaranırsa, dilimiz hər dövrdə özünü daha da zənginləşdirirsə, daha da inkişaf elətdirirsə, hətta deyərdik ki, çox maraqlıdır ki, o vaxt Lermontovun bir fikri var ki, fransız dili nə qədər Avropada əhəmiyyət daşıyırsa, Şərq Qafqaziyada da Azərbaycan dilinin əhəmiyyətindən vurğuluydu. Çünki Azərbaycan dili ortaq türkçənin içərisində də mən deyərdim ki, ən çox kökünə, soyuna arxalanan saxlayan bir dil olaraq bu gün də qalmışdır. Və bizim o bir şüar var idi ki, biz hər zaman ürək yanğısı ilə deyirdik orta əsrlər dönəminə baxanda ki, yəni bütün hər vaxt Azərbaycan dilini ancaq xalq dilinə, canlı ünsiyyətə qoyulman bir yanaşma var idi ki, elmin dili ərəb dilidir, şeirin dili fars dilidir, xalqın dili türk dilidir. Əslində bizim Azərbaycan türkçəsində biz baxırıq ki, nə qədər gözəl əsərlər yaradılıbdır orta əsrlər dönəmində. Əgər hər hansı bir qəzəli biz Azərbaycan dilində deyib, onun mənasını başa düşürüksə və onu əruz vəzninə gətirə biliriksə, bu dilimizin zənginliyidir, bu dilimizin ahəngdarlığıdır, gözəlliyidir. Və yaxud biz əgər hər hansı bir abidələrdə, bugün lüğətləri mən sizə hədiyyə elədim, o lüğətlərin içərisində yanaşdığımız bir tərz var ki, nə üçün lüğətçilik yaranırdı? Çünki dilin əgər söz korpusunu biz görməsək, dilin zənginliyindən danışa bilmərik. Bir dilin zənginliyi söz ehtiyatına bağlı olan amildir. Məsələn, Mahmud Kaşqaridən gələn bir ənənə var idi. Bilirsiniz ki, 12-ci əsrdə Divan-ı Lüğəti Türk əsərini yaratdı və burada da məqsəd nə idi? Ərəb və türk dilinin qarşılığı qoymaqla türklərin sanki bir siyasi gedişat verdi ki, uzun sürən bir hakimiyyətləri olacaqdı. Əslində türk əsrinə işarə idi, turançılığa işarə idi və ondan gələn ənənə artıq biz növbəti əsrlərdə biz baxdıq ki, 13-cü əsrdə Töhfə-i Hüsam lüğəti yarandı. Hüsaməddin Xoyinin yaratdığı belə bir lüğət idi, farsça, türkçə lüğət idi. Hətta mənzum lüğət idi. Başlığı belə idi: Xoda tovangar, məni sibay, işə buyruq edici, kar vermək. Yəni bu başlıq altında olan lüğət artıq farsla türk dilinin qarşılığını verirdi. Hətta o lüğəti mən araşdırma edəndə çox maraqlı bir leksik faktla rastlaşdım. Hər zaman da iqtisadçılara verdiyim bir sual var ki, çek sözünün etimoloji cəhətdən mənşəcə hansı dilə aiddir? Sizcə hansı dilə aiddir çek sözü? Rus dili. Baxın, siz rus da bildiniz. Digərləri Avropa mənşəli biləcək. Amma biz 13-cü əsr lüğətində heç vaxt rus mənşəli, Avropa mənşəli sözdən danışa bilmərik. Çünki biz dil studiyasiyalarını izləyəndə biz baxırıq ki, məsələn, orta əsrlər dönəmi Azərbaycan dili ancaq ərəb və farsın təsiri altına düşüb. Biz artıq Avropa mənşəli sözlərə keçidində bunu biz 16-cı əsrdən sonra, 17-ci əsrdən sonraya qoyuruq və bu gün də məsəl üçün başqa təsirləri görürük. İndi gəlirik sözümüzün əsas məqsədinə. Əslində bu lüğətdə çek sözünün qarşılığına bir qazı bitisi yazılmışdı. Açıqlaması verilir, qazı bitisi qarşısına qoyulur çek. Qazı bitisi nədir? Biti yazı məktub deməkdir. Qədim türk sözünə aiddir. O zaman bəzirganlar, tacirlər ticarət edərkən, bir ölkədən başqa ölkəyə gedərkən bilirsiniz ki, karvanlar vasitəsilə gedilirdi və orada yolda onları yağmalayırdılar. Bu da qədim türk sözü, talayırdılar. Və o zaman qadılar, qazılar, şəhərlərin hakimləri yığılırlar, bir ittifaq yaradırlar ki, biz necə edək tacirlərimizi qoruyaq və belə qərara gəlirlər ki, hər şəhərin qazısı bəzirgan ona pul verəcəkdir, neçə akçalıq bunlar ticarətə gedirsə, o ona damğalı bir kağız verirdi. Bu qazı bitisi idi. Qazının məktubu idi. Bunun qarşılığına qoydular çek. Onlar Rus-Avropa mənşəli qoya bilməzlər. Çek çəkmək feilindən götürülmüşdür və bir məqamada rast gəlir. Ümumiyyətlə, ideal dil anlayışı deyilən bir anlayış yoxdur. Bütün dillərin qatqısı var.
Yəni bugün dil yaşayırsa, bugün dil ünsiyyətdədirsə, mütləq onun alınma qatı olacaq. Bugün fars dilində də istənilən qədər türk mənşəli sözlər var, rus dilində də var, ərəb dilində də var. Hətta yenə də 15-ci əsrə qayıdacağam, o dönəmə qayıdacağam. Qılavuz sözü işlənib. Qılavuz sözü nə deməkdir? Öndər, bələdçi deməkdir. Bu 12-ci əsr... Baxın, Ruscada da siz qılavardır. Baxın, maraqlı məqam nədir? İndi gətiririk sözün etimoloji açılışına. Dilçilər bunu izləyə-izləyə gedirlər. Çünki mən deyərdim ki, dilçilik elmi riyaziyyat qədər dəqiqdir. Ədəbiyyatda çox söz demək, tərənnüm etmək olur, bədii don qeydəmək olur. Dildə belə bir şey yoxdur. Dil fakt üzərindədir. Fakt dəyişmələri, izlənmələr üzərində gedir. Deməli, qılavuz sözünə biz baxdıq. Zərinzadə fars dilində olan türk sözlərini araşdırmışdı və orada qılavuz göstərilir ki, ərəb yəqin fars mənşəli sözdür, amma qılavuz sözü türk mənşəli sözdür. Qulaq ağız sözlərinin birləşməsindən, qulaq nədir, bələdçi nə edir? Eşitdiyini deyir. Ağzı ilə arxadakılara deyir. Yəni çox maraqlı, bax dil budur. Ondan sonra orada iki səsin düşməsindən qılavuz oldu. Bugün türklər də onu işləyir. Bizdə 15-ci əsrdə isə o öndər olaraq dini liderlərə deyirlər, o təriqət daşıyıcılarına deyirdi ki, kılavuzlar, yəni dini təriqəti mürşidlərinə, müridlərinə onun vasitəsindən ötürürlər. Başqa bir leksik faktı da deyəcəm, çox maraqlı leksik faktlar var. O kitabda yəqin ki, hamısı görəsiniz ki, düzdür, bacardığımız qədər yerləşdirmişik, sonra onu bu lüğətdə əks elətdirmişik. Çünki bu türk mənşəli arxaizmlər lüğəti 13-cü, 18-ci əsrləri əhatə edir. Demək olar ki, 3 cilddə biz 15-ci əsr mənbələri mənim üzərimdə idi və 2-ci cildində tərtibatçılarından biri mənəm, texniki sözlərin yığılması baxımından. Biz o sözlərin semasoloji yuvalarını başladıq qoymağa. Bir söz, məsəl üçün, sin sözü həm sən mənasında işlərir, həm qəbir mənasında, həm də sinmək. Ayağa aşağı enmək mənası. Baxın, yerinə görə biz baxırdıq ki, bu necə işlənə bilər. Və yaxud məsəl üçün, toqquzlama, indi gəldim qədim türk adətinə aid olan bir sözə. Toqquzlama sözü Qazi Bürhanəddində də işlənir, Dədə Qorqudda da işlənir, digər abidələrimizdə də rast gəlirik. Bunun açılışını alimlərimiz müxtəlif istiqamətlərdə açırlar. Gah cübbə üzərində 9 naxışın vurulması, gah və s. digər göstərirlər ki, toqquzlama bu şəkildə. Bu əslində qədim türk törəsinin bir adəti idi. Bu nədən qaynaqlanırdı? Hətta həmin dönəmə qayıdıq. Əmir Teymur istilahları zamanı hücum edəndə Şirvanşah 1-ci İbrahim olubdu da və o özünü nə üçün qorudu, ora talan olmadı? Çünki hər şeyləri 9'lar şəklində sunum edəndə nökəri 8 şəklində verir və gedir özü durur, axırda deyir sizin 9-cu qulunuz, nökəriniz mən. Və tarixi gedişata işarə verməklə göstərir ki, ikimiz də türkük, eyni adətdən gəlmişik və onunla da Şirvanşahın talanmasının qarşısını alır. Yəni, dil bu cür maraqlıdır və bu da tarixə söykənən faktlardır. Azərbaycan 15-ci əsrdəki dövrünü Azərbaycan ədəbi dilinin zirvə mərhələsi saymaq olarmı və yaxud intibah dövrü saymaq olarmı? Bir məsələni deyim ki, 15-ci əsr ədəbi dilində mən bu haqda da fikrimi qeyd eləmişəm ki, yüksələn xətt var. Yüksələn xətt olan yerdə intibah olacaq. Artıq xalq özü seçim mərhələsində olur. Seçmə və əvəz etmə mərhələləri nə zaman ola bilər? Birinci seçim başlayır, sonra əvəz etmə başlayır. Biz seçimi edə bilirik ki, hansı dil faktını daha önəmsəyə bilərik, daha onu əsərimizə gətirə bilərik, işlədə bilərik, ümumiştək söz olanda. Yəni, ümumiştək söz olanda mənası hamı tərəfindən başa düşülürsə, o artıq o dövrün vəziyyətini, o dövrün dil situasiyasını ortaya qoyur. Və 15-ci əsr ədəbi dili 16-cı əsr üçün dövlət dili səviyyəsinə qalxan Səfəvilər dönəmi üçün zəmin hazırlayırsa bu intibah dövrüdür. Bu xalqın özünə qayıdışı, bu xalqın dilinə qayıdışıdır. Çünki mən bir məsələni də deyim ki, hər zaman bizi düşündürən məqamlar var ki, yəni ki, bizim dilimiz, bəzən tələbələr də mənə sual verirlər ki, dilimizin zənginliyindən, gözəlliyindən, rəngarəkliyindən danışanda deyirlər ki, müəllimə, bizim dilimiz nə qədər zəngindir və mənim onlara sualım var, sən dilimizi nə qədər bilirsən? Mən dilçi alim olsam da dilimizi tam axıra qədər korpus olaraq bütün dil sözlərini bilmirəm. Çünki biz, baxın, kommunikasiyada biz necə edə bilirik? Biz ancaq və ancaq fikrimizi ifadə etdiyimiz qədər dil vahidini bilirik. Düz təfəkkürün məfhumudur. Bugün dildən danışırsa, birinci təfəkkürə getməliyik. Təfəkkürdə nə düşünürüksə, biz onu dilimizə gətiririk. Və düşündüyümüzün hamısını dilə gətiririk, xeyr. Yəni, biz onu artıq qısıtlayırıq ki, mən bunu necə izah edə bilərəm, necə götürə bilərəm. Eyni şeyi əsrlər boyu dilimizə də nəzər gedəndə, biz həmin dönəmin təfəkkürün bilməliyik. Biz həmin dönəmi təhlilin aparmalıyıq. Mövcud
siyasi gedişatına baxmalıyıq ki, nələrə qadağa qoyulub, nələr senzuradan keçirilib, hansı formada dil öz əksini tapıbsa, onu da biz gerçəkliyi ortaya qoya biləcəyik. Və qaldı ki, sizin dediyiniz kimi intibah dövründə yenə də deyirəm, yüksələn xəttdir. Çünki 14-cü əsrdən başlayan bir Azərbaycan türkçəsinə, ortaq türkçəyə qayıdışın biz 15-ci əsrdə daha da çiçəkləndiyini görürük. Nəyə görə? Çünki tərcümə əsərləri meydana çıxdı. Artıq başladılar ərəb dilində, fars dilində olan əsərləri tərcümə etməyə. Hətta Şirazinin Gülşən-i Raz əsəri həmin dönəmin məhsuludur. Mahmud Şəbstərdən gələn bir ənənə var idi. Onu Şirazi artıq Gülşən-i Raz əsərini tərcümə elədi onun əsərini və hətta çox maraqlı, daha zəngin etdi. Həmin əsərə başladı özündən hekayələr artırmağa. Yəni ki, Mahmud Şəbstərdən də daha da önə əsərnamə yarandı. Yəni ki, bunun özü də bir tərcümə əsəridir. Yəni dövrdə əgər Azərbaycan türkçəsinə tərcümə əsərlər gedirsə, Azərbaycan türkçəsində leksoqrafik əsərlər yaranırsa, 2 dilli, 3 dilli lüğətlər və eyni zamanda bu qədər mən dediyim kimi mənbələr Azərbaycan türkçəsində varsa, biz ədiblər olaraq onlara müraciət edirsə, deməli intibah dövrüdür. Deməli yüksələn xəttlə inkişafdır. Yəni dilin yenə də deyirəm inkişafına baxmaq lazımdır. Bu da bizə artıq situasiyanı deyir. Elə bil ki, illər, əsrlər dəyişsə də, amma elə bil ki, həmişə bizim xalq olaraq, nə bilim, dövlət olaraq həmişə içimizdə bir tıkıltı olubdu da, yəni bir təlaş olubdu. Hətta məsələn o təlaşı biz indi də hiss edirik də. Məsələn üçün, yəni bir keçən ildə ki, Elmlər Akademiyasının 80 illik yubileyində prezidentimizin çıxışı, həmçinin də ilin əvvəlində prezidentimizin jurnalistlərlə çıxışı var idi ki, müsahibəsi var idi ki, orada da dilimizə dönüş, dilimizin şəffaflığı, dilimizin təmizliyi ilə bağlı o həyəcan hiss olunurdu. Yəni ki, bu boşdan deyil də, yəni ki, biz dilimizi qorumalıyıq. Və həmçində ki, yəni biz nə qədər desək də məişətimizdə də bu günlərin, məsələn, mən öz gənclərin içindəyik, hər birimiz, məsələn, onların bir-birinə telefonda yazışmalarını görürük, onların bir-birinə davranışlarını görürük, dil danışıqlarını görürük. Və hər dəfə də mən o fikrə gəlirəm ki, yəni bizim vaxtı ikən ədiblərimiz, məsələn, deyirdilər ki, dirisi ilə ərəbcə, yox, ölüsü ilə ərəbcə, dirisi ilə rusca danışan, dilinə xor baxan, o bir çox yəni ki işıqlandırılıb. Hətta məsələn üçün filmlərimizdə belə Üzeyir Hacıbəyevin Aşım Alanda da var ki, o qəzetdə yazır, əslində o qəzetdir, sözçüdür. Yəni ki, amma görürsən necə türk sözləri ilə yazır. Yəni ki, bu həmişə içimizdə o təlaş var. Və bu günlərimdə o təlaşlar yaşanır. Məsələn, okey deyirik, tamam deyirik, abi deyirik, müraciətlərimiz bir fərqlidir. Nə bilim, və yaxud da ki, davay. Hər sözün orada vapşe, o üçün ümumiyyətlə sözü. Uje. Yəni bunlar heç cür çıxa bilmirik də ki, bunlardan. Və sizin fikirləriniz bir dilçi alim kimi, yəni ki, o narahatçılığımıza doğrudan da narahat olaqmı? Doğrudan mı narahat olmağa dəyərmi? Yəni ki, və biz nə edə bilərik? Ümumiyyətlə, dil situasiyası, dövlətin dil siyasəti daim aktualdır. Prioritet bir məsələdir ki, bu hər zaman düşündürübdür. Həm alimlərimizi, həm o dil daşıyıcı olan insanlarımızı, ziyalı insanlarımızı düşündürübdür ki, nədən bu belə qaynaqlanır, nədən bu şəkildə gəlir? Bir məsələni deyim ki, biz hər zaman nitqlə dili qarışdırırıq. Dəyişən nitqdir. Situasiyaya məruz qalan nitqdir. Dil daim öz axarını qoruyur. Dil qanunvericiliyi, normativliyi özündə saxlayır. Məsələn, əgər biz Azərbaycan dilinin dəyişmə, yəni ki, baxsaq çox az dəyişibdir. Orada üst qurum bazis məsələsi var. İctimai siyasi gedişatlar dəyişərsə, əgər quruluş dəyişəndə dil dəyişə bilir. Bunun da səbəbi nə idi? Tutalım ki, gəlin belə götürək də, biz orta əsrlər dönəminin tam təsvirini verdik. Gəlin indi müasir dönəmə keçid edəndə biz dövrə baxırıqsa ki, məsələn, yaxın zamanlarda biz Sovetin təsiri altında olanda nə qədər bizim dilimizə vahidlər gəlmişdi, tavariş və s. digər komban, digər rus sözləri gəlmişdi, amma bugün işlək deyil. Biz baxırıq ki, artıq bugün bizdə fərqli sözlərə rast gəlir. Hətta çox maraqlıdır ki, tarixən bizdə işlənən sözlər yeni vətəndaşlıq hüququ qazandı. Məsəl üçün öndər, soç, çavuş.
Bu sözlərin tarixini biz araşdıranda adicə çavuş sözünü götürək. Çavuş sözü vaxtilə xəbərçi, xəbər aparan, söz aparıb gətir. Çav, sav, söz və bu şəkildə dəyişmələr baş verir. Amma bugün çavuşu biz hərbi leksikada işlədirik. Hər hansı gizir çavuş mənasında işlədirik. Və ya çözmək sözün. Tarixən biz çözməyi izləyəndə baxırıq ki, çözmək açmaq deməkdir. Çözmək var idi, şeşmək var idi, açmaq var idi. O proseslərdə necə dildə proseslərdə gedir? Məsəl üçün baxırıq ki, şeşmək tamamilə leksik arxaizmi dildən çıxıb gedibdir. Çözmək yenidən Türkiyə türkçəsinin təsiri altında yenidən işləklik qazanıbdır. Çözmək artıq açmaq deyil, həll etməkdir. Biz deyirik, yəni bu məsələni çözək. Yəni həll edək. Yəni biri var, qapını, pəncərəni açasan, yəni burada mümkünsüz bir şeydir. Yəni sözlər bu cür semantik cəhətdən gəlirsə bu dildə baş verən dəyişmələrdir. Amma biz sizin dediyiniz kimi hansısa bir nitqimizdə gördüyümüz o təsirlər var ki, məsəl üçün hər hansı bugün ingilis dilinin təsiri altında bir sözlər və ya sizin dediyiniz kimi rus dilinin təsiri altında gələn biz bunları əslində lüzumsuz sözlər adlandırırıq. Nəyə görə? Çünki bunlar Dəmirçizadənin fikri ilə deyəcəm, bu cür sözlər dilimizi zibiləyir. Əgər biz dilimizdə, nitqimizdə bunu istəyiriksə, həmin şəxslər danışsın. Yəni şəxslər özü-özünə dəbdən, özü-özünə hörmətdən, dilinə hörmətdən qaynaqlanan bir məsələdir ki, mən Azərbaycan ziyalısıyamsa, mən Azərbaycan müəllimiyəmsə, həkimiyəmsə, tələbəsiyəmsə, niyə öz dilimin gözəlliyindən istifadə etməyim? Yəni bu məkan mənim məkandır. Mən burada Azərbaycan dilimi yaşadıram. Xaricdə təbii ki, mən ingilis dilində danışacağam, rus dilində danışacağam, alman dilində danışacağam. Heç kim bu ixtiyarı, bu hüququ almır. Və ona görə də bizim ana dilinə münasibətimizdə bir fərqlilik görürük. Birinci növbədə bizim hər zaman vurğuladığımız nədir? Doğma ana dilimizi heç bir xarici dillə müqayisə etməyin. Çünki bu bizim özümüzük. Biz özümüzü necə başqası ilə müqayisə edə bilərik? Bu bizim özümüzün varlığımızdır, özümüzün milli kimliyimizdir ki, bugün fəxrlə Azərbaycanlı deyiriksə, bu dilin daşıyıcısı olduğumuzda bir sübutdur, bir işarədir. Nə qədər bayrağımız, gerbimiz, vətənimiz sərhəddən başlayırsa, elə məhz Azərbaycanlılıq ideologiyası da dildən başlayır. Bununla bağlı Ulu Öndərin çox maraqlı bilirsiniz ki, yanaşmaları olmuşdu. Ümumiyyətlə, ilk dəfə bir məsələni deyim. Bilirsiniz ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci dönəmində ilk dəfə Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxış etmişdi rəsmi şəkildə. Və orada da çox insanların ona qəribə baxışları və onunla da başladı Azərbaycan dilində, yəni ki, demək olar ki, rəsmi qaydada danışıqların aparılması və s. Başqa bir tərəfdən də biz baxırıq ki, məsəl üçün, ikinci hakimiyyət dönəmində Vilayət Qulbiyevin çox maraqlı yanaşmaları var idi, o qeydə almışdı. Deyir ki, Ulu Öndər İrana səfər edəndə Əli Xomneyni ilə görüşlər keçib, öz aralarında Azərbaycan türkçəsində danışırlar. Rəsmi görüşə keçid edəndə və baxıblar ki, yəni ki, Xomneyni farsça danışır, bunu rus dilinə tərcümə edirlər və durub etirazını bildirəndə qeyd edib ki, etirazını bildirəndə ki, siz niyə rus dilinə çevirirsiniz? Qayıdıb deyib ki, necə bizim dilimiz, rəsmi dilimiz fars dili olduğuna görə sizdə də ruscadır. Ya deyib ki, xeyr, artıq biz müstəqillik qazanmışıq, artıq bizim öz doğma ana dilimiz var, Azərbaycan dilimiz var və xahiş edirəm bunu nəzərə alasınız və deyirsiniz, sonradan görüş bitəndən sonra biz otağa gəlib səmimi söhbətdə o gülümsəyərək dedi ki, düzdür, bu görüşdən Xomneyninin yadında heç nə qalmayacaq, amma ömürlük xatırlayacaq ki, bizim dövlət dilimiz artıq Azərbaycan dilidir. Yəni bu yanaşmalar, baxın, burada bir vətəndaşlıq mövqeyi var. Burada bir dilə sadiqlik, dilin sanki keşiyində dayanan bir müsəlləh əskər kimi dayanma var və bunu Ulu Öndər edirdi və bugün o siyasətin uğurlu davamçısı olaraq cənab İlham Əliyev tərəfindən dəfələrlə sərəncamlar verildi. Azərbaycan dilinin saflığının qorunması, zənginliyinin qorunması ilə bağlı və sizin qeyd elədiyiniz kimi son olaraq Akademiyanın 80 illik yubileyində və özü də qeyd elədi ki, nəyə görə bizim dilimizdə öz sözlərimiz olduğu təqdirdə biz başqa sözlərdən istifadə etməliyik. Yəni biz əgər Azərbaycan dilini daşıyıcısıyıqsa, birinci növbədə düşünməliyik ki, biz bunu gələcək nəsil ötürəcəyik. Biz bu mirası özümüz üçün yox, gələcək nəsillər üçün yaşadırıq. Varlığımız gələcək nəsillərə bağlıdır. Necə biz, dil körpüdür. Yadınızda qalsın ki, əsrlər arası, nəsillər arası körpü yeganə olaraq dildə gözlənilir. 15-ci əsrdən danışdıq, 16, 18, 20-dən danışdıq. Bugün 21-ci əsrdə artıq biz gələcək nəsli düşünüb dilimizi onlara saf, zəngin olduğu şəkildə ötürmək. Bacardığımız qədər zənginləşəcək. Buna bacarımız yetirsə, gəlin baxaq, dil nə zaman zənginləşir? Dil birinci öz söz ehtiyatı üzərində zənginləşir. İkinci də dili zənginləşdirən söz ustadlarıdır.
alimlərdir, söz sənətkarlardır, şairlərdir. Və məhz onu da deyim ki, bilirsiniz, siz də ədəbiyyata meylli bir insan kimi Cəfər Cabbarlı özü nə qədər Azərbaycan dilində sözlər gətirdi. Sayrışmağı Səməd Vurğun gətirdi. Yəni hətta rus dilinin zənginləşməsinə Puşkinin adını xüsusi çəkirlər ki, 6000-ə yaxın söz gətirmişdi. Çünki onlar yeni məfhumlar yaratmaqla yeni sözlər gətirir. Biz də məhz onun akademiyada çıxış etməyinin də vurğulamağı səbəbi bu idi. Elm daşıyıcıları, alimlər, yazarlar, yazıçılar, söz ustaları dili zənginləşdirsinlər. Daim bunun üzərində bir addımlar atılsın. Yəni bunun da səbəbi o idi ki, artıq dövlətin dil siyasət prioritet məsələdir. Milli təhlükəsizlik məsələsidir. Çünki biz gələcək nəsli, gələcək işıqlanan çiçəkli Azərbaycanı görmək istəyirik. Siz də bizə zaman ayırdığınıza görə mən sizə çox təşəkkür edirəm. Çox sağ olun. Sizə bilmirəm nə arzu edə bilərəm. Yazın, yaradın. Həqiqətən də sizin kimi alimlər bizim o nurlarımızdır. Bizim gələcəyimizə belə, gənclərimizə o belə, necə deyim, Təşəkkürlər. gələcəyimiz sizlərlə asılıdır həqiqətən. Çox sağ olun, var olun. Mən sizə təşəkkür edirəm. Bizim bu layihəmiz pilot layihədir və amma çox belə maraq doğurubdur. Və əminəm ki, bizim bu buraxılışımız ən maraqlılardan biri olacaqdır. Çox sağ olun. Xanım, mən çox təşəkkür edirəm. Yaxşı ki, gəldiniz. Çox maraqlı məlumatlara görə. İlk dəfə eşitdim bu məlumatları. Gələcəkdə istifadə edəcəm. Əmin ola bilərsiniz. Çox sağ ol Həsən. Mən də sənə də, Arzu xanıma da, bu kollektivə də xüsusi təşəkkür bildirirəm. Həqiqətən də qürurlandım. Nəyə görə? Dilimizə sevginizə görə, dilimizi təbliğ etdiyinizə görə. Və çox maraqlı bir, çox səmimi idim, çox maraqlı idi. Həqiqətən də fikirlərimi sizinlə bölüşdüm. Mən düşünürəm ki, bu sizin üçün də lazımi bir, gənclər üçün də lazımi bir məlumat olacaq. Hər zaman vurğuladığımız bir məqam var ki, əziz gənclər, dilimizi sevin. Dilimiz çox gözəldir, rəngarəngdir. Yəni siz dili sevdiyiniz qədər özünüzə sevginiz artacaq, dəyəriniz artacaq. Bu da bizi dövlət olaraq daha da çiçəkləndirəcək. Uğurlar arzulayıram. Növbəti görüşlərə qədər. Çox sağ olun. Mən də həmçinin fürsətdən istifadə eləyərək bizim o komandamızın arxa planında olan Kəmala da təşəkkür edirəm. Çünki bizim bu çəkilişləri aparan, bütün o işlərin üzərində işləyən Kəmaldır, heyətimizdir. Həmçinin də çox sağ olsun ki, Kitabxana İnformasiya Mərkəzinin rəhbərliyi Adilər xanım bizə dəstəkdir. Ən yeni ideyalarımıza, ən yeni layihələrimizə hər zaman bizə dəstək olur. Çox sağ olun Aynur. Çox sağ olun. Təşəkkür edirəm. Sağ olun, uğurlar.